orta məktəbdə mart ayının 9-da uşağı çıxarıb, aparıb dağda necə lazımdır döyüb, gözü elə vəziyyətdədir ki, biz bunu bulurlu veririk. Mən bilmirəm, Daxili İşlər Nazirliyindən bizi izləyənlər, kütləvi informasiya vasitələrində artıq bu yayımlanır və belə şeylər qarşısı alınmalıdır. Bilmirəm, hüquq mühafizə orqanlarından bizi izləyən var ya yox, amma mən əməkdaşlarımızdan xahiş eləyirəm, Daxili İşlər Nazirliyi ilə əlaqə saxlasınlar. Bəlkə bu məsələ bilinmir, bilinsin, yəni bilinsin ki, belə bir hadisə baş veribdir. Kimdir bu? Elnur'un anası. Salam əleykim. Salam. Xoş gördük sizi. Sən axtarıram proqramından Xoşgədən Baxşəliyeva sizi narahat edir. Ay, sevmədi. Məni sevmədi. Kimin anasıdır? Məni sevmədi ay xanım. Məni niyə sevmirsiniz? Mən axı bütün xanımları sevirəm, bütün uşaqları sevirəm. Məni niyə sevmirsiniz? Digərini yığ ver mənə. Bu arada dostlar, təhsil almaq üçün bizə müraciət edən Ayşə 40 mini aparsın deyənlər, Sən Axtarıramın Instagram hesabında yazın, o cümlədən 050 501 01 47-yə zəng edin ki, bilək. Çünki Ayşə artıq sonuncu, belə deyək. Bununla da yarışmamız bitəcək. Gəl. Gəl. Yığ bunu, ver mənə. Və məktəb direktorum, hüquq mühafizə orqanlarından, mən indi istəmirəm, yenə də Elşad müəllimi xanım danışın da, uşağınız hansı vəziyyətdə, sizlərin əvəzinə mən danışıram, sonra mən bir də baxıram, siz başqa yerlərdə mənə danışırsınız. Yəni, başqa yerlərdə siz mənə əleyhimə danışın. İndi siz danışın, çünki mən bilmirəm, sizin yanınıza gəldi. Nə? Danışın da, danışın. Mən buradan bir ana kimi müraciət edirəm. Yox, ana kimi yox, hələ ana kimidən öncə oğlunuz evinizə gələndə hansı vəziyyətdəydi? Mənim oğlum hansı evə addımlar attınız? gələndə dostu gətirib gəlmişdi. Mən işdən çıxmışdım, daha doğrusu getmişdim salona. Salondan evə gəlib zəf vurdular ki, təcili özünü evə çatdır. Uşağımı evə gəlib görəndə gördüm ağzından qan axır, göz açılmır, bu vəziyyətdədir. Sual verirəm, suallarıma cavab vermir. İlk öncə elə bildim, maşın vurub. Sonra dedi ki, mən döyülmüşəm. Təcili tibbi yardıma getdik, xəstəxanaya getdik. Burada dedilər ki, gözünü silib göndərdilər bizi evə. Salam əleykim. Məhəmmədin anasıdır. Bəli. Xoşgedən Baxşəliyevadır. Sən Axtarıram proqramından narahat edirəm sizi. Bəli, dayan bir dəqiqə. Bəli, eşidirəm. Dayandım. Dayan bir dəqiqə, dayan. Mən dayanım. Ay xanım, mən nəsin? Yox, oğlum da burada sizi göstərdilər. Pis oldu deyəndə mən ürəyin yerindən çıxır da. Ürəyin niyə yerindən çıxır? Sizin uşağınızı da döyüblər? Bəli, mənim uşağım da dağda xəsarət altı, üzü, gözü, qıçı, qolu, hər yeri. Mənim uşağımın pis gündədir. Başa düşmədim. Orada xanım boğuşublar, bir-birinə dartışıblar. Orada nə o valideyn olmuş? Fuad Məhəmmədi döyür. Xeyr, harda döyülüb? Sizin uşağınız xəstəxanada olanda kameraları açdırıb baxa bilərsiniz. Uşağın üzündə heç bir şey yox idi. Boğazında sadəcə olaraq bir dənə xət var idi. O da uşaq müdafiə eləyib, deyil. Ay, Xoşgədən xanım. Bəli, bəli. Məhəmmədin də üzü şişmişdi, boğazında iz var idi. Məhəmməd bu oğlanı dağa niyə aparırdı ki, üzü şişsin? İndi uşaqdılar, ay Xoşgədən xanım, onun da taksir oldu, bunun da taksir olubdur. Nə balamın da Ay xanım, sənin uşağına heç bir söz deməyib, baxın mənim oğlum. Sizin uşağınıza deməyib, qızla onun söhbəti olub, qızla orada söhbət bağlanıb, üzr istəyib. Səhərsi günü sizin oğlunuz gətirib dağa ki, mən bu işi həll eləyəcəm. Eşidirsiniz? Qıza da deyir ki, narahat olma, uşağın adını vermək istəmirəm. Qıza da deyir ki, narahat olma, mən bu işi həll eləyəcəm. Hətta qrupa da səs atır ki, mən bu işi həll elədim, klaviatura şirini susturdum. Bu nə deməkdir? Yanından mənim uşağım kimisə aparıb, yoxsa sizin uşağınız? Sizin uşağınız yanında 4 uşaq aparıb, mənim uşağım tək-bətək gəlib. Bir dinləyəndə, danışanda söhbətin düzünü danışmaq lazımdır. Mənim bir oğlum sizin uşağınızı necə döyüb o günə sala bilər? Yox, ay xanım, mən axı sizə gəldi, mən də dedim ki, orada... Bunun həyat yoldaşıdır. Həyat
yoldaşınız mənə xəstəxanada deyir ki, oğlan oğlanı döyər. Üstəlik də evimə gəldiniz, mən sizi normal qarşıladım, sizə yaxşı cavab verdim. Mənə qayıtdınız ki, mənim uşağım içəridədir, orada mənim oğluma nəsə eləsələr, başına bir iş gəlsə, mən gəlib sizin evinizdə hamısını öldürəcək yoldaşım, demədiniz? Mən sizdən şikayət vermişəm. Nə demişəm? Demişsiniz ki, gəlib Bəli. evdəkiləri də uşağa bir şey olsa evdəkiləri öldürəcəyik. Bəli, deyir. Mən ona görə şikayət vermişəm ki, mən təhlükəsizliyim qorunsun. Biz demişik ki, öydəkilər də gəldi öldürdü. Ay xanım, sən gəldin mənim qapıma, qaynanavızla gəlmişdiniz. Axşam idi, sizlə normal ana kimi danışdıq. Dinlə məni, dinlə. Mən anayam, deyilən uşaq mənim uşağımdır, sənin uşağın deyil. 4 nəfər bir uşağın üstünə gedir. Sus, dinlə. Dinləmə qabiliyyətin olsun. Dinlə. Mənim uşağım sizin 4 nəfər tərəfindən döyülüb. Tək uşaq heç vaxt bir uşağa gücü çatmaz. Mənim uşağım skalyoz şifoz xəstəsidir. Əlilliyi var, uşağın problemi var. O bilir, hamı bilir ki, aparatla nəfəs alır. Mən ona vakum aparatı qoşuram. Bu uşağın nə gücü çata bilər ki, kimisə vursun. Nəfəs tənci nəfəsdir yaşır. Nə danışırsan? Mən bütün sənədlərim var. Ece hospitalda bu uşaq qeydiyyatdadır. Necə sənin uşağına o gücü gələ bilər? Gələ bilməsi mümkünsüzdür. Mən hər istasaz apararam. Uşağımın xəstəliyini də sübut edərəm. Sus, dinlə. Atası gəldi mənə orada təhdid. Ay xanım, uşağımın problemi olan mənim evladımdır. Vakumla nəfəs alan uşaq nə cürə vura bilər? Vakumla nəfəs alır. Aparatı belə göstərmişəm. Vakumla nəfəs alır. Kifozu var, skalyozu var. Sizin uşağınıza nə cür göstərə bilər? Uşağı yerə huşsuz vəziyyətdə qoymuşsunuz. Dostu gətirib evə bir özünü hiss eləmirdi. Anasan, əlini vicdanıma qoy, elə danış. Yoldaşım gördü, demiş, uşaq sakit dur, mən şeylə bura durdu. Səninki də vurdu. Gör indi məni Yo, indi bircə dəqiqə, ay xanım, bir dəqiqə. Əlbəttə ki, o uşaq özünü müdafiə edəcəkdi. Məgər Fuad Məhəmmədi dağa çağırıb? Yox. Dağa aparıb? Yox. Dağa Məhəmmədi aparan, Fuadı aparan kimdir? Məhəmməd və onun yanındakılar. Və tək də olmayıbdı. 4 nəfər. Bu uşaq neynəməlidir? Dayanıb deyəcəkdi, döyün məni, öldürün məni. Özünü müdafiə edəcəkdi. Siz öz uşağınızda suç görürsünüz, ay xanım. Mən şu anda döyülüdüm. Mən niyə mən uşağımda? Yemirəm, eminim, Fuad ucuna Sual verirəm sizə. Siz oğlunuzla maarifləndirici... Bir dəqiqə, ay xanım, ay sənə qurbanım. Əli Osman doktoru çağırmaq lazımdır. Bəlkə dilindən başa düşər. Ay xanım. Bir dəqiqə. Xanım, mənim sualım var sizə. Siz evladınızla maarifləndirici söhbət aparmışsınızmı? Araşdırmışsınızmı? Sual vermişsinizmi? Nəyin zəmində baş verib? Niyə bunu etmişsən? Bu sualı oğlunuza vermişsiniz ya yox? Sizi başa düşmək mümkün deyil. Tamam, indi burada izah edin ki, niyə görə oğlunuz bu qədər şiddət göstərib? 1'ə 4 uşağı niyə dağa çıxartıb? Bu suala cavab verin. Maarifləndirici sual aparmışsınızmı? Peşmansınızmı ailə olaraq? Gedib üzr istədinizmi? O qrupa sizin övladlarınız, həmən qrupa. Ay xanım, bir dəqiqə. Aman Allahım, bu nədir? Bir dəqiqə. Ay xanım, bir dəqiqə deyən. Bir dəqiqə. O qrupa ki, Fuadın səsini atıblar, ha. Sizin uşaqlar, sənin oğlun da daxil olmaqla digər uşaqlar həmən Fuada dedikləri sözü deyərək o qrupa atıblar ya yox? Mən nə sözü? Uşaqlar atıb deyil, ha? Mən də deyirəm ki, sənin uşağın o Fuada dediyi sözü öz dili ilə deyib, Fuaddan üzr istəyib, atdığı qrupa səs atıb. Hələ polisi qoyuram kənara, məktəbi qoyuram kənara. Əhsan üsulu deyirəm. Atıb o səsi. Məhəmməd üzr istəyib atıb. Üzr yox, Fuada dediyi sözlər var, ha, təhqir, söyüş, nə? O qrupa atdığı var, ha. Birə-bir həmən sözü deyib, qrupa atıb. Atıb. Ondan xəbərim yoxdur. Xəbərin yoxdur, niyə elətdirmirsən? Bəs xəbərin olmadığı halda burada Kalaşnikov tüfəngi kimi danışırsınız, sizi başa düşmürük biz Azərbaycan dilində. Araşdırın da. Mən də bir anayam, mən də bir valideynəm. Başa düşürük, siz anasınız ama döyülən tərəfin anası değilsiniz. Döyən tərəfin anasısınız. O uşaq ölsə neynəyəcəydiniz? O uşaq ölsə neynəyəcəydiniz? Mən istəyirəm, valideyn istəyirəm ki, kimiz uşağına nəsə olsa... Ay
sağ ol. İndi o valideynin yerinə özünüzü qoyun. Hansı addımı atardınız? Amma əlinizi vicdanınıza qoyun deyin. Hansı addımı atardın? Ay xoş qədəm xanım, elə bizə mənim uşağım əzab çəkməydi. Mənim uşağım hər əzabı oldu. Mən də bir Hanım, sənin uşağın əzab çəkməlidir ki, bir daha başqasının uşağını dağa çıxarıb döyməsin. Sına aparmaz. İndi cavanın uşaq da olubdu, mən demirəm olardı. Olubdu, bu boyda nə çıxatma. Mən öldü uşağı da şikayət eləmişəm, üzr istəyirəm. Anasından da, uşağından da. Məktəbdə görmüş tək-tək söhbət edirdik. Mən də istəyim, qaynanam 70 yaşın arcan arvad. Gelib üzr istəmiş, ay anam, ay bacım. İstəməlisiniz də, istəməlisiniz. Ay istəmiş o. Yox, burada bir qeyrətli yox, bir Mikrofon namuslu verin, yox. iki 4 nəfər bir mikrofonla canını qalmışıq. döyə bilər. Dostlar, Qurban olum sizə, mən mikrofon istəyirəm mən. Sən gəldin mənim qapıma, mən səni Bu yaxşı mikrofonları yox, get çöldən mikrofonu getir. İkinci gün yumşaq gətirməyə mənə doktor icazə verməm. O dərəcədə xəstəyim, mən də anayam. Daha xoş qədəm xanım. Ya, ay xanım, mən şok yaşayıram. Vallahi mən elə bir də Mən dəhşət Bu içərisindəyim. Məhəmməd Bir orada dənə bu xanım gəlib sizə. Bir dənə bu xanım. 4 nəfər içində bir dənə Məhəmməd gəlib. yanındadır mı? Anasına gəl. Yenə bu obislərə nisbətən, yenə bu obislər şükürlüdür ki, bu gəlib. Obislər heç gəlməyir. Obislər bu olmuyor. deyil, də əsas bu oğlan. Məhəmməd yanındadır mı? Biri tutub, biri deyib əlini çək. Xoşqara biri əlini tut, mən Məhəmməd vururam. yanındadır orada. Hamısı Nə sual günahkar. vermək lazım? Çox danışmayın, evdəkiləri də Ana döyərik. olaraq atanın mesajını gətirmisiniz. Nə atan mesajın? Ata deyib ki, mənim uşağıma bir şey olsa hamınızı qıracağım. Ada deyildi atası o. Ailə Hanım, deyildi. sən mənim qapıma gəldin. Mən sənə dedim ki, bunu dövlət həll eləsin. Bunu polisə dinlə də bir məni xahiş edirəm. Mən hüquq mühafizə orqanlarının bu məsələ ilə bağlı mövqeyini bilmək istəyirəm. Dostlar, həqiqətən biz tapa bilmirik kimisə. Həqiqətən biz kimisə tapa bilmirik. Bir uşaq döyülüb dağlarda, nə? Zəng elədimi Fərhad? Cavab verəcək adam yoxdur. Şəki rayon polis idarəsi şöbəsi var, o idarə var. Bir dənə qısa bir ara verək.